Rəşad Atakişiyevin ailəsinə, övladlarına dövlət qayğısı var. Qlobal İnfaz bildirir ki, bu sözləri Bakı vaxtı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli kürəkəni olmuş şəhid pilot Rəşad Atakişiyev haqqında danışarkən deyib. Onun sözlərinə görə bu məsələdə dövlət, məxsusi olaraq 1-ci vitse-prezident Mehriban Əliyeva ailəyə lazımi dəstək və qayğını göstərir. Qabil Hüseynli əlavə edib ki, şəhidin təyyarəsinin qalıqları tapılsa da qara qutunun məlumatları açıqlanmadı. Stat. Amma orada bir nəfər dedi ki, Rəşad Gil gecə döyüş şəraitinə yaxınlaşdırılmış təlim keçiblər. Onlardan da 100 kilometr uzaqda dənizdə ruslar təlim keçirmişlər. Orada Rəşada atəş açıb ürəyindən vurublar, təyyarə idarə etməni itirib. Müsahibimizin dediyinə görə, qara qutunu oxuyanlardan biri bildirib ki, qara qutudan yalnız Rəşadın zarımasını eşidib. Rəşad yaralı halda təyyarənin idarə edilməsini bərpa etmək istəyib, amma bunu bacarmayıb, çünki ürəyindən vurublarmış. Statın sonu. Qeyd edək ki, şəhid pilot Rəşad Atakişiyev 2019-cu il iyulun 24-ü saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşüb. Avqustun 20-sində pilotun nəşi tapılıb. 7 may 2021-ci ildə hərbi pilot, polkovnik leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.